Salam değerli izleyicilerim. Bugün mən sizə Zabrat 1-də gözəl bir, möhtəşəm 4 otaqlı, 2 sotda paket kupçalı, ipotekaya gedən bir evlə tanış edəcəm. Evimiz gördüyünüz kimi jalüz qapıları, maşın girəsi rahatlıqla, 2 dənə maşın girəsi həyətin, sonra mətbəxdən balkona çıxış, görürsünüz, panorama pəncərəsi, balkonu. Çox keyfiyyətlə inşa olunmuş evdir. Həqiqətən görürsünüz, çox qəşəng yerdədir. Marşrut yolunun 2 dəqiqəliyindədir. Piyada 2 dəqiqəliyində, qapının ağzına qədər də asfaltdır. 10 daş kürsülü. Keçirik indi evimizin içindən tanış olaq. Gördüyünüz kimi koridor sistemindəndir evimiz. Deməli, qapıdan girdin düzünə koridor bura. Buradan da bax, koridor yenə belə gedir. Yəni ki, ev çox böyükdür. Bura mətbəx, üzr istəyirəm, zaldır. Qonaq otağı, zal. Görürsünüz, nə böyüklükdədir, maşallah olsun. Həqiqətən çox böyükdür, çox. Yəqin ki, 8-in 5-ədir. Belə çox böyük bir zaldır. Mətbəx də maşallah olsun, elə o bəzi görürsən evlər var ki, onların elə yataq otağı boydadır. Geniş yataq otaqları olur. Bax, mətbəx o boydadır. Görürsünüz, oradan da çıxış var balkona. Sonra, bir dənə də yataq otağı bura. Geniş qəşəng yataq otağı var. Buradan da divarla evin arasında görürsünüz, məsafə saxlanıb. Məsafə saxlanıb. Yəni ki, divar bitişik deyil. Bəzi evlərdə görürsən, pəncərəyə bitişik olur divar. Nəfəs yoxdur, yol gəlmir. Yol yoxdur nəfəs almağa. Burada qəşəng, sanuzeli. Sonra, bura bir otaq. Deməli, 2-ci yataq otağı. Burada 3-cü yataq otağı. Bax belə, 3-cü yataq otağı, otaqlar hamısı işıqlıdır, qəşəngdir, 4 otaqlıdır. Evin qiyməti endirildi 138 minə, 145-dən 138-ə endirildi və yenə də ev sahibi tərəfindən alıcıya endirim olunacaq. Belə, çox gözəl evdir, paket kupçadır dediyim kimi, kanalizasiya mərkəzidir, əsas yoldan 2 dəqiqəlik piyada